Deyirdim Məhəmməd, mən o günü görməyəcəm, sən general olmağı. Çünki yaşlıyam da, yaşım var. Özə yaşlıyam. Dedim o günü görmərəm, ancaq ki, mənim qəbrim üstünə gələrsə, general paltarında. Ana, şəhidimizlə son danışığınız necə oldu müharibə ərəfəsində? Belə bir sentyabrın 26-sı mən ona zəng elədim. Gördüm ki, BMP komandiri oldu da, leytenant olanda BMP'nin komandirləridir, döyüş maşınları. Gördüm ki, bu səski, maşın səsləri gəlir, dırıltısı gəlir. Dedim, Məhəmməd, danışmaq istəyirəm sənə, nətərsən, nağaysən, axşam idi. Saat 9 radələri olardı, ya 9'un yarısı olardı. Dedim, amma mən danışa bilmirəm, mən özüm səhər zəng eləyəcəm. Belə dedi. Demək, bunlar hazırlaşdırmışlar. İngəçevirdən Tərtərə gedirlərmiş, müharibəyə başlayırlarmış. O bizə məlumat vermədi müharibə haqqında. Mən də heç bir xəbərim olmadı ki, müharibə olacaq. Demək, bunlar hamısı çoxdan bilirlərmiş. Elə axırıncı dəfə 26-sı onun səsini eşitdim. Yəni ki, hər şey saxlayardı. Atası hərbidən bir sual verəndə ona ki, Məhəmməd filan şey nətər eləmişsiniz hərbidən deyirdi. Deyirdi, papa, o haqda danışmayaq, başqa öz söhbətimizi eləyək də. Hərbidən heç bir söz danışmırdı. Atasından gizlini saxlayırdı. Mən də o qədər belə, nə bilim, hərbidə indi bir dənə oğlumuz idi, hərbidə işlədi. Hər dəfə o paltarların gəlirdi evə gələndə, məzuniyyətə gələndə ya buraxılanda, Naxçıvanskıda oxuyandan bəri. Bizdə indi onun Naxçıvanskıda geyindiyi paltar var. O indiyəcəndə saxlamışdım. Mən o qədər fəxr eləyirdim ki, mənim oğlum Azərbaycan ordusunun zabitidir. O qədər tərbiyəli, sakit, 23 il həyat yaşadı, 23 il 7 ay yaşadı bu həyatda. 23 il 7 ayda bir dəfə də olar, Allahımıza and olsun, nə mənə, nə atasına, əcəb eləyirəm, sənə nə var, sözlərini eşitmədik biz. O cür tərbiyədə böyüdü. Bəlkə də o məktəbə girməsəydi, bu başqa tərbiyədə olardı. O məktəb yetişdirdi. Mən sizin qarşınızda baş əyirəm Sürəyyana ki, sizin bax belə bir qəhrəman bir evlad anası. Çünki özünüz də bilirsiniz ki, şəhidlik zirvəsi hər insana qismət olmur. Bu Allah dərgahında da ən böyük ali bir zirvədir ki, ora seçilmişlər gedir. Və mən Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm və sizlərin, atamızın, Bəxtiyar atamızın qarşısında, sizin qarşınızda baş əyirəm ki, bax belə bir oğul böyütdünüz vətən üçün, torpaq üçün. Aydın məsələdir ki, biz sizlərə nə qədər təsəlli versək, o yaranın yerini biz sağalda bilmərik. Çünki evlad itkisi ağır itkidir. Amma bugün siz fəxr etməlisiniz ki, onların, fəxr edirik də ki, onların qanları yerdə qalmadı. Cənab Prezidentimizin sayəsində 44 günlük vətən müharibəsində şəhidlərimiz tarixi torpaqlarımızı geri qaytardılar. Onlar 2 əsrdən çox idi ki, erməni daşnaqçıların bizə törətdikləri amansız qanları yerdə qoymadılar. Birinci Qarabağ müharibəsində bildiyimiz kimi şəhidlərimiz, birinci, ikinci Qarabağ şəhidlərini heç vaxt fərq qoymuruq, aydın məsələdir. Çünki şəhid şəhiddir. Onlar erməninin qarşısına topsuz, tüfəngsiz çıxdılar. Onlar ölkə rəhbərinin olmaması, başlı başına ordu ilə döyüşdülər. Onların da aydın məsələdir ki, yetəri qədər silah sursatları olsaydı, onlar da düşmana lazımi cavablarını verərdilər. Şükür bugünümüzə ki, Ulu Öndərimizin hakimiyyətə gələndən sonra atəşkəs elan olunması və Ulu Öndərimizin sayəsində, məhz bugün də Cənab Prezidentimizin sayəsində qüdrətli Azərbaycan ordusu yaradıldı. Bir oldu, hər kəs dəmir yumruğun ətrafında. Ön cəhbədə döyüşlər gedirdi, arxa cəhbədə insanlar əlindən gələni ön cəhbi üçün edirdilər. Bu bizim birliyimizin bariz nümunəsi idi və təşəkkür edirəm ana ki, bizimlə canlı yayıma qoşuldunuz.
Sonda nə sözünüz varsa tamaşaçılarımıza bildirin. Məhəmməd 20 yaşında olanda, lap 20 yaşında, 19 yaşında ona həmişə deyirdim, Məhəmməd özü qoruğuna, yəni bir dənizə gedirsən, bir işlə olursan, hər şeydə özünü qoruğuna. Məhəmməd həmişə deyirdi ki, mama alnıma nə yazılıb o da olacaq, alın yazısı. Alnıma nə yazılıb o da olacaq. Bilirdi ki, o 99% ölümdür maşının qabağı. Maşın qabaqdan da miniyə düşmüşdü. Minnətdaram mən də sizə. Var olasınız. Çox sağ olun.